Bismillah. Bürclərin 17 iyula ən doğru proqnozu və günün ən şanslı və gərgin bürcləri. 17 iyul üçün bürclərin ən şok proqnozu, ən doğru proqnozu belədir. Qoç, gözlənilməz xəbər planlarınızı dəyişə bilər. Tələskən qərarlardan uzaq durun. Boğa, maddi mövzuda sevindirici fürsət yarana bilər. Köhnə bir məsələ həllini tapacaq. Əkizlər, ünsiyyətdə diqqətli olun. Deyilən hər bir söz münasibətlərə təsir edə bilər. Xərçəng, daxili rahatlıq tapacağınız bir gün olacaq. Ailə dəstəyi ön plandadır. Şir, özünüzü göstərmək və ya yeni imkan əldə etmək üçün uğurlu gündür. Cəsarətli addımlar nəticə verə bilər. Qız, işdə məsuliyyət arta bilər. Detallara fikir versəniz uğur qazanacaqsınız. Tərəzi, romantik və xoş sürprizlər mümkündür. Yeni tanışlıqlar üçün əlverişli gündür. Əqrəb, gərgin söhbətlərdən qaçın. Soyuqqanlılıq sizə üstünlük qazandıracaq. Oxatan, səyahət, təhsil və yeni layihə ilə bağlı xoş xəbər ala bilərsiniz. Oğlaq, maliyyə məsələlərində ehtiyatlı olun. Riskli qərarları təxirə salın. Dolça, yeni ideyalarınız diqqət çəkəcək. Gözlənilməz dəstək ala bilərsiniz. Balıqlar, intuisiyanız güclü olacaq. Vacib qərarlarda hissləriniz sizə düzgün yol göstərə bilər. Günün ən şanslı bürcləri Şir, Buğa və Dolça. Günün ən gərgin bürcləri Əqrəb, Oğlaq və Əkizlər.